Kremlin Kiyev və Türkiyədə danışıqlar təklif etməsinə Zelenskinin əvvəl atəşkəs tətbiq edilsin və İstanbulda Putini şəxsən gözləyəcəm cavabı Rusiyada etirazla qarşılanıb. Rusiyalı parlamentarilər Zelenskinin Putinin görüşəcəyi adam olmadığını bildiriblər. Parlamentarilər hesab edirlər ki, İstanbuldakı danışıqlar ekspertlər səviyyəsində olacaq və orada dövlət başçısının iştirakından söhbət gedə bilməz. Zelenskiy заявил о том, что он планирует приехать в Стамбул для переговоров. Zelenskiy danışıqlar üçün İstanbula gedəcəyini açıqlayıb. Düşünürəm ki, o gedəcək. Lakin Putin ora getməyəcək. Hər kəsə aydındır ki, Zelenskiy heç bir danışıqlar istəmir. O, heç bir şərt olmadan 30 günlük atəşkəs istəyir. Lakin bu Rusiyaya sərf eləmir. Ona görə ki, Fransa və Britaniya bu atəşkəsdən istifadə edib, öz qoşunlarını Odessa, Kiyev, Xarkov və digər strateji nöqtələrdə yerləşdirmək istəyir. Onlar həmçinin atəşkəsdən istifadə edib, Ukrayna ordusunu böhrandan çıxarmağa çalışırlar. Ona görə də Zelenskiy İstanbulda Putin'dən kobud tərzdə hərbi əməliyyatları dərhal dayandırmağı tələb edəcək. Rusiyalı ekspertlərin fikrincə Moskva-Kiyev danışıqları baş tutacaq. Çünki bunu Vaşinqton tələb edir. Putin hesab edir ki, Ukrayna ilə yüksək səviyyəli görüş mümkündür. Lakin həmin görüş yaxşı hazırlanmalıdır. Bu görüşə qədər isə nümayəndə heyətləri görüşməlidir. Zelenskiy biləndə ki, Putin İstanbula getməyəcək, o zaman bəyan edəcək ki, Putin ondan qorxdu. Putin sülh istəmir. Ona görə də gəlmədi. Bununla belə Rusiya ilə Ukrayna arasında real danışıqlar başlayacaq. Çünki bu danışıqları Trump tələb edir. Putinin Kiyev və İstanbulda danışıqlar təklifi Rusiyalılar arasında müharibənin bitəcəyinə ümidləri artırıb. Bununla belə sadə vətəndaşlar Zelenskinin Putinin şərtləri ilə razılaşacağına inanmırlar. İstəyərdim ki, sülh olsun. Bunun üçün imkan var. Düşünürəm ki, danışıqlarda Putinin iradəsindən çox şey asılıdır. Əgər o belə təklif edibsə, demək öz planını həyata keçirir. Ümid edirəm ki, bu müsbət olacaq və uzun müddətdir ki, gözlənilən atəşkəs, hətta deyərdim ki, sülh olacaq. Наш президент самый лучший. Bizim prezidentimiz ən yaxşısıdır. O əlindən gələn edir ki, danışıqlar yaxşı keçsin. Zelenskiy isə mən çox güvənmirəm. Ümid edirik ki, danışıqlar yaxşı keçəcək. Biz sülh istəyirik. Hamı çox yorulub. Я совершенно не уверен, что они так быстро смогут договориться. Mən əmin deyiləm ki, onlar belə tez razılığa gələ biləcəklər. Bu çox çətin prosesdir. Əgər prosesə üçüncü güclü tərəf yardım etməsə, çətin ki, razılığa gəlsinlər. Вряд ли договорятся. Мне кажется, сложно с ними о чем-то договориться, потому что... Məncə çətin onlar razılaşsınlar. Çünki Zelenskiy özü heç nəyə qərar vermir. Onun yerinə qərar verirlər. Для меня Россия и Украина это единая страна. Mənim üçün Rusiya və Ukrayna vahid ölkədir. Baxmayaraq ki, hazırda müharibə aparırlar. Düşünürəm ki, onlar razılığa gələcəklər. Müharibə Zelenskinin dövründə başlayıb. Amma məncə onun dövründə bitməyəcək. Я не уверена, что при нем это все закончится. Kremlə yaxın insiderlər yaxın günlərdə Ukrayna ilə yeni tam atəşkəsin razılaşdırıla biləcəyini vurğulayırlar. Burada söhbət Ukrayna hakimiyyətinin danışıqlar prosesində iştirak edəcəklərinə zəmanət verəcəyi təqdirdə Moskvanın Kiyevlə birbaşa danışıqlar başlayana qədər müvəqqəti atəşkəsə razılaşacağından gedir. Rəsmi Moskva hesab edir ki, yeni qısa müddətli atəşkəs üçün şanslar pis deyil. Ümumilikdə Kreml mayın 12-dən 15-nədək atəşi dayandırmağa hazırdır. Bundan sonrası isə Kiyevin və onun Avropalı kuratorlarının hərəkətlərindən asılıdır. Fərid Əkbərov, İTV Xəbər, Moskva.